Peyğəmbər sallallahu aleyhi və səlləm Kəb bin Məlikin hədisində varid olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, müminin ruhu cənnət ağaclarından qidalanır. Müminin ruhu cənnət ağaclarından qidalanan bir quşdur. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisdə dedi ki, müminin ruhu bir quşdur. Cənnət ağacından Allah Taala qiyamət günü onu öz cəsədinə qaytarana qədər cənnət ağaclarından nə edir? Qidalanır. Bu hədis də dəlildir ki, tək peyğəmbərlər, şəhidlər deyil, bütün möminlər də, ümumiyyətlə bütün ölülər də öz qəbirlərində diridirlər. Kimi nemət görür möminlər? Nemət içindədirlər. Allah Taala onları ruziləndirir. Kafirlər isə əzab içindədirlər, qəbir əzabındadılar. Necə ki, başqa hədislərdə varid olub. Yəni, bu mərhələ bərzaq mərhələsidir. Yəni, bu mərhələdə də ruhun bədənlə əlaqəsi var. Ruh bədənlə bitişikdir və eyni vaxtda da müminin ruhu cənnət ağaclarından qidalanır. Yalnız bunun keyfiyyətini Allah Taala bilir. Qeybi məsələdir. Biz bunun keyfiyyətini bilmirik.